Bugün İslam dünyasında ən əlamətdar, sevincli bir gündür, müqəddəs Qurban Bayramıdır. Bu münasibətlə bütün müsəlmanları, Azərbaycan xalqını təbrik edirəm. Allah Taala bu günü hamımıza mübarək eləsin. Kəsilən qurbanlıqlar inşallah ali dərəcədə qəbul olsun. Allah Taala İslam ümmətinə, möminlərə, müsəlmanlara, xalqımıza, millətimizə həmişə sevincli günlər yaşatsın. Öz bərəkətini, öz kərəm və lütfünü Allah Taala həmişə xalqımızın, millətimizin üzərinə həm bu dünyada, həm axirətdə nazil eləsin. Həzrəti İbrahim Peyğəmbər Allaha o qədər məhəbbəti vardı ki, Allah nə deyirdi baş üstə? Nə deyirdi baş üstə? Deyirdi ki, bu işi gör baş üstə. Namaz qıl baş üstə, dua elə baş üstə, zəkat ver baş üstə. Nə deyirdi baş üstə? Allah Taala yer üzündə tövhid qəhrəmanını bizə tanıtdırdı. Və buyurdu ki, yer üzündə bir dənə qəhrəman var. Keçmişin qəhrəmanı, o da Həzrəti İbrahim Peyğəmbərdir ki, tövhid sahəsində görün necə qəhrəmanlıq dərəcəsinə yüksəldi. Qəhrəmanlıq o deyil, ağır daşı qaldırasan. Qəhrəmanlıq odur ki, sənə tapşırılanı yerinə yetirəsən. Çünki tapşırılanı yerinə yetirmək vəzifə bax odur. O insana ağır gələ bilər. O ağırlığı insan aşa bilsə, bəli, qəhrəmandır. Niyə görə? Çünki nəfsi istəyir bunu eləsin, amma Allahdan fərman gəlir ki, bunu elə. Nəfslə mübarizədə Peyğəmbərimiz buyurub ki, ən böyük cihaddır nəfslə mübarizə. Və hər kəs nəfsin istəyini yerə qoysa, ən böyük qəhrəman odur. İmam Sadiq əleyhissalam buyurur ki, qurbanlıq kəsməklə kifayətlənməyək, qurbanlığın əsl mahiyyətin başa düşək. Bəzən biz qurbanlığı ucuzlaşdırırıq, elə ancaq qurban bayramını qurbanlıq kəsmək kimi başa düşürük. Amma Qurban Bayramının çox dərin bir dənə mənası var. İmam Sadiq əleyhissalam buyurur ki, elə ki bıçağı qoydun qurbanlığın boğazına istədin kəsmək, bir şey xatırla. Allah səndən bunun boğazını kəsməyi istəməyib, nəfsövün boğazını kəsməyi istəyib. Bundan onu dərk elə, başa düş. Tamahuvun, dünyaya bağlılığın boğazını kəsməyi Allah səndən istəyib. Baxın, orucluqda mən halaldan çəkinirəm. Amma Allah məndən nə istəyib? Həqiqətən də halaldan çəkinmək istəyib? Yox. Haramdan çəkinməyimi istəyib. Əslində mənim üçün məqsəd halaldan çəkinmək yox, haramdan çəkinməkdir. Və burada da əslində məqsəd bıçağı qurbanlığın boğazına qoyub onun boğazını kəsmək deyil. Əslində məqsəd insanın öz nəfsinin başını kəsməkdir. İnsan öz nəfsinin başını kəsə bildisə, bəli, o insan gözəl insandır. O insan ki, bəli, sadəcə qurbanlıq kəsir paylayır, çox yaxşı, çox əla. Qurbanlıq bərabərlikdir, qurbanlıq vəhdətdir. Hamının evində ət olur, hamının evində ətlə qazan qaynayır. Çox gözəl. Acdar, yetimlər, fəqirlər yada düşür. Çox gözəl. Bu dinimizin, qurbanlığın iqtisadi və maddi tərəfi. Amma bunun bir mənəvi irfani tərəfi də var ki, Allahımız bizdən nə istəyir? Hacılar gedib şeytana daş atanda, məgər Allah Taala doğrudanmı bu neçə dənə daşı əlimdə tutub o divara atmağı, şeytan bir rəmzi mənada bir dənə divardır, o divara sən daş atırsan. Doğrudanmı Allah Taala səndən o divarı daşlamaq istəyib? Yox, o mənə bir dənə məna var, onu anlatmaq istəyir ki, həqiqətən də səni həmişə azdıracaq bir dənə şeytan var, zəlalətə salacaq bir dənə şeytan var ki, onu mənəvi daşlamalısan. Bu daşı götürüb əlvə, o divara atmaq bir dənə rəmzi mənadır. Bunu at, sonra da gəl elə şeytan nə dedi, qulaq asqinan, əməl elə, onda şeytanı daşlamağımın nə mənası oldu ki? Burada da bu cür. Sən əgər qurbanlığın başını kəsirsənsə, İmam Sadiq əleyhissalam buyurur ki, nəfsüvün başını kəsməlisən. Bundan ona çatmağı Allahdan istə. Ona görə də Həcc surəsində Allah Taala buyurur ki, sizin kəsdiyiniz qurbanlıqların nə əti nə qanı Allaha çatmır. Allaha çatan sizin təqvanızdır.
Həzrəti İbrahim Peyğəmbər də bax Allaha öz təslimçiliyini bu cür bildirdi. Görün nə qədər Allaha təslimdir ki, 3 gün ardıcıl olaraq yuxu görür və başa düşür ki, oğlu İsmaili qurban kəsmək Allahın ona bir əmridir, göstərişidir, baş üstə. Niyə də demir? Nə üçün də demir? Durur ayağa başlayır, Minaya aparır oğlunu ki, gedək səni orada qurban kəsəcəm. Allah əvəzində qoç nazil edir. Və Həzrəti İbrahim Peyğəmbər onu kəsəndən sonra bütün müsəlmanlar hər il həmin gün gəlib çatanda, yəni bu gün gəlib çatanda qurbanlıq kəsməklə həmin günü yad eləyirlər. Amma onun bir ayrı, dediyim kimi mənəvi, irfani mənası da var. Bir məqamı da xatırladım. İnşallah ondan da hamınızı Allaha tapşırıram. Həzrəti İmam Sadiq əleyhissalamdan hədis var ki, İnnəməttəxəzəllahu İbrahimə xəlilən likəthrəti salavatihi alə Muhammedin və ali Muhammed. Həzrət İbrahim Peyğəmbər Allah Teala özünə dost seçdi. Niyə görə? Çünki Peyğəmbər və onun əhl-i beytini çox yad eləyib salavat və salam göndərirdi. Peyğəmbər idi, bilirdi ki, sonuncu Peyğəmbər gələcək. Çünki qeyblə əlaqəlidir və bilir ki, Peyğəmbərin də çox pak əhl-i beyti olacaq. Və o əhl-i beytin, Peyğəmbər və onun əhl-i beytinin xatirinədir bütün bu yaranmışlar. Ona görə də deyirlər, Peyğəmbər və onun əhl-i beytini çox yad eləyib onlara salam, salavat göndərirdi. Allah Teala onu özünə dost seçdi. Yəni kim ki Peyğəmbər və onun əhl-i beyti ilə bağlılığı olsa, Allah onu neynər? Sevər və özünə dost seçər. Allah Teala bizi özünün sevimli bəndələrindən, ona dost olan bəndələrindən qərar versin. Allah Teala özünün sevib seçdiyi bəndələri, öz dostlarını bizə tanıttırsın və o dostlarının yolu ilə getməyi bizə müvəffəq eləsin inşallah. Allah Teala bu bayramı hamıya mübarək eləsin. Allah Teala kəsilən qurbanlıqları hamıdan qəbul eləsin. Allah Teala inşallah həcdə qurban kəsməyi hamıya nəsib eləsin. Əziz və möhtərəm hacılarımız ki, həcdə qurbanlıqlar kəsirlər, Allah Teala onlardan da qəbul eləsin. Allah onların da həcc ziyarətini qəbul eləsin. Allah Teala inşallah hər kəsə həcc ziyarətini nəsib eləsin. Allah Teala bizə o günü qismət eləsin ki, İmam Zaman əleyhissalamın zuhuru dövründə bu günləri, bu bayramları qeyd eləyək. Qurbanlıqlar kəsək İmam Zaman əleyhissalamın vilayətində. Allah Teala bizi Peyğəmbər və əhl-i beytindən ayrı salmasın və bu əməlləri, bu xüsusiyyətlərə sahib olmaqda, bu əməlləri yerinə yetirməkdə Allah özü bizə yar və yardımcı olsun. Bir daha bayramınız mübarək olsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.